Bir gün kör bir kişi dilənçilik edirmiş. Qarşısında papağı və onun yanında üzərində bu sözlər yazılmış bir lövhə qoyur. Mən köram, mənə kömək edin. Həmin an onun yanından bir nəfər keçir. Dayanan, kör kişinin qarşısındakı papağın içinə baxanda görür ki, orada çox az miqdarda pul var. Həmin şəxs cibindən bir miqdar çıxarır və onun papağına qoyur. Daha sonra kör kişidən icazə almadan onun qarşısındakı lövhəni götürüb, ora başqa bir cümlə yazdırdan sonra onu yerinə qoyub yoluna davam edir. Bir müddət sonra kör kişi hiss edir ki, papağı yavaş-yavaş pulla dolmağa başlayır. Hiss edir ki, bu lövhədə yazılan yazı ilə bağlıdır. Kör yoldan keçən bir nəfəri saxlayıb, ondan lövhədə nə yazıldığını soruşur. Həmin adam ona yazılan bu sözləri oxuyur. Çox gözəl bir bahar günüdür, amma mən onu görə bilmirəm. Bu hekayə bizə öyrədir ki, insanlara kömək etmək üçün yalnız maddə yox, hikmət lazımdır. Eyni həqiqət fərqli dildə deyildikdə ürəkləri oyada bilər. Bəzən insanlar görür, amma hiss etmir. Hiss etdirmək isə mərhəmətdir. Söz düzgün seçilərsə, sədəqədən daha güclü ola bilər. Gözlər görməyə bilər, amma sözlər qəlbi oyada bilər.